Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kaspian Event Organizasiya şirkətinin təşkilatlığı ilə keçirilən 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Road and Traffic sərgisində yer alıb. Bakı Expo mərkəzində gerçəkləşən sərgidə Daxili İşlər Nazirliyinin xüsusi pavilyonu Bakı şəhərində ilk dəfə tətbiq olunan ağıllı svetoforlar pilot layihəsi ilə diqqət çəkir. Bu adaptiv svetoforlar nəqliyyat axınının fasiləsiz hərəkətini təmin etmək məqsədi ilə sınaqdan keçirilir. Pavilyonda paytaxtdakı 152 kəsişmədə mərkəz tərəfindən idarə olunan svetofor kontrolörünün proqram təminatı, svetoforların vaxt planlarının hazırlanması, simulyasiya proqram təminatı və qanunsuz parklanma kameralarına dair elektron qaydaların tərtibi üzrə 4 əsas istiqamət barədə ətraflı məlumat veriləcək. Eyni zamanda ziyarətçilərə 3D ölçülü elektron xəritə və naviqasiya əsaslı mobil təbliğlərin hazırlanması ilə bağlı da ətraflı məlumatlar təqdim olunur. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim olunan e-patrol sistemi də sərginin maraq mərkəzindədir. Bu sistem real vaxt rejimində qayda pozuntularının aşkarlanmasına, məlumatların mərkəzi sistemə ötürülməsinə, avtomatik nömrə tanıma və video müşahidə sistemlərinə imkan tanıyır. Həmçinin patrol avtomobillərində quraşdırılmış müasir texnoloji avadanlıqlar da sərgidə nümayiş etdirilir. Ziyarətçilər yol hərəkəti təhlükəsizliyi və bu sahədə həyata keçirilən tədbirlər barədə polis əməkdaşları tərəfindən ətraflı məlumatlandırılacaqlar. Təqdimatlar Azərbaycan, rus və ingilis dillərində aparılır və interaktiv nümayişlər, video materiallar vasitəsilə ziyarətçilər sistemlərin iş prinsipi ilə yaxından tanış ola bilərlər.